Salam dəyərli dostlar. Cümlə üzvlərinin əlavəsi və həmcins üzvlərə aid testlərin izahı ilə davam edirik. 31-ci testə baxaq. Eyni cümlə üzvlərinin həmcins olması baxımından cümlələri 2-2 qruplaşdırsaq, hansı cümlə bu qruplaşdırmadan kənarda qalacaqdır? Baxaq. Dağda, dənizdə, quru çöllərdə, ormanlarda yaşayan canlı heyvanlar və onların yeyib içməsi də fərqlidir. Fərqlidir nə? Deməli, heyvanlar, onların yeyib içməsi. Deməli, burada mübtəda həmcinslik təşkil edir. Hansı heyvanlar canlı, dağda, dənizdə, quru çöldə, ormanda yaşayan bu bütövlükdə fe'li sifət tərkibinin daxilində gedəcəkdir. Burada mübtəda həmcinslik təşkil edəcək. Bu nəğmələr dərin-dərin, geniş-geniş ürəklərin səmiyyət nəğməsidir. Ürəklərin səmiyyət nəğməsidir. Hansı ürəklərin geniş-geniş, hansı ürəklərin dərin-dərin. Burada da təyin həmcə sözü olacaqdır. Elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Elə ki, duaçı olsun nə nəfəsim, nə canım. Burada da mübtəda həmcinslik təşkil etmiş olacaq. D variantına baxaq. Uzaqdan gördüyümüz həmin hündür daş qala qız qalasıdır. Qız qalasıdır. Uzaqdan gördüyümüz hansı qız qalasıdır? Daş qala, hündür, həmin. Bunlar arasında hər hansı bir vergül və yaxud da deməli tabesizlik bağlayıcısı olmadığı üçün 31-ci testdə biz həmin sözləri həmciz təyin kimi götürə bilmərik. Qeyri-həmciz təyinlər var. Ümumiyyətlə burada həmciz sözü olmadığı üçün D variantı testin doğru cavabı olacaq. E-yə baxaq. Güllü, bağçalı, böyük həyətimizdə bizdən başqa 2 əmioğlum da ailəsi ilə yaşayırdı. Neydi? Yaşayırdı. Harada? Həyətimizdə. Hansı həyətimizdə? Böyük, deməli, güllü, bağçalı. Burada güllü ilə bağçalı həmciz təyin olacaqdır. Deməli, biz B ilə E-ni, C ilə də A-nı qruplaşdırdıq. Testin doğru cavabı D bəndi oldu. Fikirlərin heç birinə uyğun gəlməyən cümlələrin sayını müəyyənləşdirməliyik. Deməli, xitab işlənməyib, qrammatik əsasların hər ikisi həmcinsdir. Söz birləşməsi şəklində ara söz işlənib, əlavə işlənməyib. Həm ümumiləşdirici söz işlənib, həm xitab, həmciz üz işlənib, əlavə işlənməyibdir. Deməli, əynində güllü xalatı olan, başında ağ haşəli, bənövşəli kəlağası olan qadın qabağımıza yeriyərək mənə xoş gəldin elədi. Nə etdi? Xoş gəldin elədi. Kimə? Mənə. Kim? Qadın. Necə? Qabağımıza yeriyərək. Hansı qadın? Əynində güllü xalatı olan, başında ağ şərşəli, bənövşəli kəlağası olan. Demək, xitab işlənməyib, qrammatik əsasdan hər ikisi həmcinsdir. Bu, birinciyə uyğun olmadı, ona görə səhvdir. Söz birləşməsi şəklində olan söz işlənməyibdir. Burada deyil, işlənib, ikinciyə də aid deyil. Həm ümumiləşdirici söz işlənib, həm xitab, heç bir işlənməyibdir. Həmciz üz işlənib, əlavə işlənməyibdir. Deməli, A variantındakı cümlə 3-cü şərtə uyudur. Həmciz üz işlənib, əlavə işlənməyibdir. Deməli, D getdi 1-ə, 1-i götürə bilmərik. Əskərin yediyi, içdiyi həmişə dişləməyə çay ilə quru çörək idi. İkinci cümləyə xitab işlənməyibdir, amma qrammatik əsasda hər ikisi həmcizdir. Əskərin yediyi, içdiyi həmişə dişləməyə çay ilə quru çörək idi. Çörək idi, çay idi, nə əskərin yediyi, içdiyi. Qrammatik əsasdan hər ikisi həmciz olduğu üçün A 2-yə getmiş olacaqdır. Gəzdim ovçu kimi hər oylağında, çəmənli çiçəkli göy yaylağında. Deməli, həmciz üzü işlənibdir, amma burada əlavə işlənməyibdir. Gəzdim harada, oylağında, göy yaylağında. Həmciz üzü işlənib, amma əlavə işlənməyibdir. 3-ə D getdi. Gənc qızlar, gəlinlər yürüşüb oğlanın başına rəngarəng çiçəkli budaqlardan hörülmüş çənəklər qoydular. Onu əhatəyə aldılar. Burada da xitab işlənməyib, amma qrammatik əsaslardan hər ikisi həmciz olacaqdır. Deməli, oğlanın başına rəngarəng çiçəklər, budaqlardan hörülmüş çənəklər qoydular. Onu əhatəyə aldılar. Əhatəyə aldılar, qoydular. Kim? Gəlinlər, qızlar. Həmciz mübtədalar və həmciz xəbərlər var. Ona görə 4-ə A uyğun gedəcəkdir. Ağa pinəçi
yanaqları batmış, yarpaq kimi saralmış, arıqlamış, bir sözlə xəstələnmiş Arazı göstərdi. Fikir versəz, burada həm ümumiləşdirici söz işlənib, həm də xitab işlənibdir. Xəstələnmiş Arazı göstərdi. Ağa Pinəçi yanaqları batmış, yarpaq kimi saralmış, arıqlamış, bir sözlə xəstələnmiş Arazı göstərdi. Burada həm deməli ümumiləşdirici söz işlənibdir, həm də ağa xitab işlənibdir. Ona görə burada deməli 5-ə C variantı gedəcəkdir. 6-ya baxırıq. Sinəndə at çapan şahlar, xaqanlar səni parçaladı, diddi ətini. Deməli, burada da xitab işlənməyibdir, amma qrammatik əsaslarının hər ikisi həmcisi olacaqdır. Sinəndə at çapan şahlar, xaqanlar səni parçaladı, diddi ətini. Nə etdi? Parçaladı, diddi, şahlar, xaqanlar. Deməli, 6-ya A gedəcəkdir. Qonşuların dediyinə görə Səməd əllərini solmuş, çuxasının qollarına qoyub küçənin ortası ilə deməli iti ötürdü. Burada da söz birləşməsi şəklində olan ara söz işlənib, əlavə işlənməyibdir. Qonşuların dediyinə görə söz birləşməsi şəklində olan ara sözdür, amma əlavə işlənməyibdir. Bu B variantı bura uyğun gəldi. Biz gördük ki, fikirlərdən heç birinə uyğun gəlməyən cümlə burada yoxdur. Ona görə testin doğru cavabı B bəndidir. 33-ə baxırıq. Bir düz, bir səhv, bir düz. Bu formada, yəni düz, səhv, 3-də düz olmalıdır, 4-də səhv, 5-də düz olmalıdır. Bu ardıcılığa əsasən biz uyğunluğu tapmalıyıq, uyğunluğu pozan rəqəmi tapmalıyıq. Rəhim bəy bir dünya görmüş, neçə illər polis idarəsində qədim murovlar, pristavlar, naçaniklər yanında xidmət etmiş, şirindil, zərif, gödək boylu, çox zaravatçıl, yaşı 60 ötmüş bir kişi idi. Nümunədə yalnız bir cümlə üzvü həmcisdir. Burada ancaq təyinlər həmcis olacaqdır. Kişi idi, kim? Rəhim bəy. Necə kişi idi? Deməli, dünya görmüş, bir neçə il polis idarəsində qədim deməli, murovlar, pristavlar, naçaniklər yanında xidmət etmiş, şirindil, zərif, gödək boylu, zarafatçıl, yaşı 60'ı ötmüş. Bu formada nümunədə yalnız bir cümlə üzvü həmcisdir. Burada təyin həmcisi olacaqdır. Bu fikir doğrudur. Ona görə uyğunluq burada pozulmayıbdır. Rəqəm fərqləndirilmiş sözü xeyli sözü ilə əvəz etsək, qrammatik mənada heç bir dəyişiklik olmaz. Çox zarafatçıl, xeyli, burada çox sözü ədatdır. Xeyli ilə əvəz eləsək, orada olacaqdır zərf. Qrammatik mənada dəyişiklik olacaqdır. Ona görə bu fikir yanlışdır. Qabanı yanlış olmalı olduğu üçün deməli 2-də də uyğunluq pozulmayıbdır. Üçüncü fikir doğru olmalıdır. Cümlə üzvlərinin 3-ü quruluşçu mürəkkəbdir. Rəhim bəy neçə ilə polis idarəsinin qədim murovlar, pristavlarının çarx yanına xidmət etmiş, bir də yaşı 60'ı ötmüş. Bu da fikir də doğrudur. Qabanı doğru yazıldığı üçün 3'ü götürə bilmərik. Nitq hissələrlə ifadə olunmuş həmcis təyinlər həm sadə, həm düzəltmə, həm də mürəkkəb sözlərlə ifadə olunubdur. Şirin dil mürəkkəbdir, zərif sadədir, zarafatçılı düzəltmədir. Bu fikir doğrudur, amma qabağına yanlış yazıldığı üçün, səhv yazıldığı üçün 4-də uyğunluq pozulubdur. Mürəkkəb cümlə üzvlərinin hamısı sintaktik əlaqədə aslı tərəfdir. Rəhim bəy burada əsas tərəf olduğu üçün bu fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün 5 də uyğunluğu pozubdur. Burada doğru cavab həm D bəndi, həm də E variantı olacaqdır. 34-cü testlə davam edirik. Cədvələ əsasən doğru cavabı müəyyənləşdirməliyik. Əlavələr aid olduğu cümlə üzvlərindən əvvəl gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Deməli, əlavələr aid olduğu cümlə üzvündən əvvəl gələ bilmir. Bu fikir yanlış olduğu üçün A-nı doğru götürə bilmərik. Bu tərəfə fikir versə, eyni cümlədə həmcis üzvlərdən həm əvvəl, həm də sonra ümumiləşdirici söz gələ bilər. Bu fikir doğrudur, yanlışın altına verilə bilməz. Ona görə B-ni də götürmürük. C-yə baxırıq. Həmcis olan sözün mütləq leksik mənası olmalıdır. Bu düzdür. Həmcis üzvləri ismə aid bütün qrammatik şəkildə ixtisar oluna bilər. Bu doğrudur. Yanlışın altına verilə bilməz. C-ni götürmürük. Həmcis üzvlər fərqli morfoloji quruluşda olsalar, fərqli suallara cavab verir. Düzdür. Məsələn, deyirsən ki, insan və kitab deməli olduqca vacib, belə deyək də,
varlıqlardır. Varlıqdır nə insan, kim insan, nə kitab. Burada kim nə suallarına cavab verilir. Yəni fərqli də ola bilər. Burada eyni morfoloji quruluşa malik oldu. Eyni fərqli suallara cavab verdi. İndi deyirik ki, mən bu gün deyə sabah gələcəyəm. Bir ismi xəbər, bir feili xəbər olduqda orada da fərqli suallara cavab verə bilir. Bu fikir doğrudur. Cümlədə həmcins üzv varsa, həmin cümlədə mütləq xəbərlə sintaktik əlaqəyə girən söz var. Bu fikir yanlışdır. Ola bilsin adlıq cümlədə orada həmcins təyinlər olsun. Məsələn, gözəl və yaraşıqlı, belə deyək, gənc oğlan. Burada həmcins üzvlər var, amma xəbər yoxdur. Deməli, D variantı doğru olacaqdır. Söz birləşməsi şəklində olan ara sözlərin heç biri modal söz kimi işlənə bilmir. Bu fikir doğrudur. Ara sözlər cümlə üzvləri arasında mütləq hər hansı bir durğu işarəsi işlənməlidir. Deməli, söz birləşməsi şəklində olan ara sözlərin heç biri modal söz kimi işlənə bilmir. Ara sözlərin heç biri modal söz kimi işlənə bilmir. Bu fikir doğrudur. Ara sözlərlə cümlə üzvləri arasında mütləq hər hansı bir durğu işarəsi işlənməlidir. Bu fikir də doğru olduğu üçün E variantını biz doğru cavab kimi götürə bilmərik. 35-ci testlə davam edirik. Hansı variantda cümlə üzvünün əlavəsi işlənibdir? Deməli, Azərbaycan, ana yurdum, səninlə döyünür bizim ürəyimiz. Burada xitabın əlavəsi var. Araz gözlərinin nurunu illər boyu üzərində işlədiyi kitabları məktəb kitabxanasına təhvil verdi. Burada təhvil verir kim Araz nəyə gözlərinin nurunu, tamamlığın əlavəsi var. B bəndi doğru cavab olacaqdır. Keçən il kənddə dədə-baba yurdum olan obama çatanda taxıl zəmilərin artıq biçildiyini gördüm. Gördüm nə zaman? Keçən il kəndə dədə-baba yurdum olan obama çatanda burada feili bağlama tərkibinin aslı tərəfin əlavəsi var. Qrupda olan tələbələrin hamısı burada ümumiyyətlə əlavələr biz 1-2 qoşa nöqtə ilə ayrıla bilmir. Ona görə D bəndi burada əlavə ola bilməz. Ümləşdirici sözdür hamısı orada. Aşağıya kəndin ayağına çatanda burada da yenə də feili bağlama tərkibinin asıl tərəfin əlavəsi var. Cümlə üzvünün əlavəsi yoxdur. Testin doğru cavabı 35-də B bəndidir. Sillogizmi tamamlayan cümləni müəyyən edin. Həmcins üzvlər intonasiya ilə bir-birinə bağlanır. Aytən və Anar məktəbə getdilər cümləsində həmcins mübtədalar tabesiz bağlayıcı ilə bir-birinə bağlanır. Burada deyir, həmcins üzvlər intonasiya ilə bir-birinə bağlanır. Burada da deyir ki, həmcins üzvlər tabesizlik bağlayıcıları ilə bağlanır. Deməli, nəticə olaraq belə nəticə gələcək. Həmcins üzvlərin hamısı intonasiya ilə bağlanmır. Doğru cavab C bəndi. 2 hökmün nəticəsi. 37-ci testlə davam edirik. Müqayisə cədvəlinə əsasən doğru cavab müəyyən edin. Səngərdir başdan başa o köhnə Mədinənin hər küçəsi. Hərdini, səngərdir Mədinənin küçəsi, tini. Deməli, burada hansı Mədinənin köhnə, hansı köhnə, o köhnə. Necə səngərdir? Başdan başa səngərdir. Deməli, qrammatik əsaslardan biri həmcisdir. Biz bu tərəfə də baxaq. Yalnız mənim sevgilimin mahnısını dinləyir. Nəyi dinləyir? Nəyi dinləyir? Mənim sevgilimin mahnısını. Bu yerlərdə köhnə həyat can çəkişir, inləyir. Nədir inləyir? Nədir can çəkişir? Nə həyat? Hansı həyat köhnə həyat? Harada? Bu yerlərdə. Harada bu yerlərdə. Deməli, burada qrammatik əsaslarından biri həmcisdir. Bu hər ikisinə aid olacaqdır. Ortaya getməlidir. Ona görə bir yanlışdır. Çünki burada da mübtəda, burada isə xəbərlər həmcisdir. Təyinlər arasında tabesi əlaqəsi mövcuddur. Tabeli əlaqəsi mövcuddur. Bəli, qeyri-həmcis təyinlər arasında tabeli əlaqəsi mövcuddur. O və köhnə arasında 2 doğrudur. Həmcins üzvlər quruluşca yalnız sadədir. Can çəkişi, inləyir, bunlar sadədir. Amma Mədinənin küçəsi mürəkkəb, tini isə sadədir. Ona görə 3 ikinci xanaya gedəcək doğrudur. Təyini izah etdiyi cümlədə qrammatik cəhətdən cümlə üzvlərinə əlaqələnməyən söz işlənməyibdir. Burada təyini izah etdiyi cümlə, bu fikir yanlışdır. Təyini burada izah etməyibdir. Ona görə 4 doğru cavab ola bilməz. 5-ə baxırıq.
İkinci dərəcə üzvlərin hamısı işlənməyən cümlədə əlavəsi olan cümlə üzvü də işlənməyibdir. Deməli, səngərdər başdan başa o köhnə, burada tamamlıq yoxdur. İkinci dərəcə üzvlərin hamısı işlənməyibdir. Yalnız mənim sevgilimin mahnısını dinləyir. Bu yerlərdə köhnə həyat can çəkişir, inləyir. Xəbər var, zərflik var, mübtəda var. Tamamlıq var. Burada mübtəda, xəbər, tamamlıq, zərflik, təyin hamısı olduğu üçün burada ikinci dərəcədə hamısı işlənməyən cümlədir. Ona görə 5 ortaya gedə bilməz. Testin doğru cavabı A bəndi 2, 3 olacaqdır. 38-ci testin davam edirik. Uyğunluğu müəyyən eləyin. Həmciz yüz işlənib eyni suala cavab verməkdir. Həmciz yüz işlənməyən cümlədə tabesizlik əlaqəsi var. Deməli, mən bunu dünən deyil, bugün bitirmişəm. Burada həmciz yüz işlənib eyni suala cavab verməyibdir. Biri A gedəcəkdir. Deməli, bu anda qarşıdakı tillə bir neçə qaraltı çıxaraq tənha küçə ilə mənə tərəf irəliləməyə başladı. Burada həmciz işlənib eyni suala cavab verməyib şərtini ödəmir. Həmciz işlənməyən cümlədə tabesi əlaqəsi var. Burada ümumiyyətlə tabesi əlaqəsi də yoxdur. Həmciz üzlə yoxdur. Ona görə B heç birinə getməyəcəkdir. C-yə baxırıq. Qarmağa taxılan ətə aldanıb tərəni görmədi zavallı millət. Burada da heç birinə uyğun getməyəcəkdir. İzzət qarı və qumru obaya çatarkən çobanlar ayağa qalxıb 2 iri daş gətirdilər. Nə etdilər? Gətirdilər. Kim? Çobanlar. Nə zaman? İzzət qarı və qumru deməli obaya çatanda necə ayağa qalxıb nə gətirdilər? Daş. Necə daş? İri. Deməli neçə daş? 2. Deməli burada həmciz üzlər işlənməyibdir. İzzət qarı ilə qumru arasında amma tabesizlik əlaqəsi var. Deməli bu ikinci şərti ödədiyi üçün D bəndi 2-yə gedəcək. Əlvəzoğlu şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə yaxşı bələd olduğu evə ora-bura vurnuxdu. Evdə ora-bura vurnuxdu. Bufetin qapısını taqqıldadı. Nə etdi? Taqqıldatdı. Nə etdi? Vurnuxdu. Burada həmciz sözlər işlənib eyni suala cavab vermir fikri yanlışdır. Həmciz söz işlənməyib, bu fikirdə yanlışdır. Ona görə E bəndi heç birinə getməyəcəkdir. 1A, 2D, C bəndi testin doğru cavabı olacaq. Hansı cümlədə vergül işarəsini çıxarsaq, cümlə üzvlərinin sayı artar? Deməli, şübhəsiz ki, deməli, bu ümumiyyətlə buradakı vergül işarələrini biz çıxarda bilmirik cümlədən. Ona görə 39-da A variantı mümkün olmayacaqdır. B bəndə baxaq. Sözsüz insan lal deyil. Burada sözsüz ara sözdür. Sözsüzdən vergülü çıxarsaq, sözsüz insan lal deyil. Deməli, lal deyil kim insan, hansı insan? Sözsüz insan. Artıq burada təyin kimi işlənəcəkdir. Ona görə doğru cavab B bəndidir. Düzü fərman ekskvatorçu olmaq həvəsinə düşəndə, burada da düzünü biz çıxarda bilmirik. Ümumiyyətlə vergülü ara söz kimi işlənəcək bütün hallarda. Gözəl olub bu yerlərin səhəri, bəlkədən sonra vergül yenə də qoyulmalıdır. Oradan çıxarsaq yenə də cümlə üzvünün sayı çoxalmayacaqdır. Birincisi burada ara sözdür. Biz buradan vergülü çıxarda bilmərik əslində. Çıxarsaq belə yenə də cümlə üzvlərinin sayı azalmayacaq. Yəni bu tipli cümlələr bizə elə deməli söz lazımdır ki, onu cümlədən çıxartdığında əsas nitq hissəsi kimi işlənib sintaktik vəzifə daşısın. Yəni elə bir söz lazımdır. O da B variantındakı sözsüz söz oldu. 40-la davam edirik. Cümlə ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Ağam Lütfəli bəy və bir neçə bəylər oturub şirin söhbət eləyəndə, yəni dünən Nəbi içəri girir. Deyir, həmciz səhvliklərdən biri fe'li birləşməli ifadə olunubdur. Burada həmciz zəflik yoxdur, ümumiyyətlə A bəndi səhvdir. Deməli, zəfliyin əlavəsi işlənibdir. Altına xətt çəkilən söz müstəqil cümlə üzvüdür. Bu əlavə müstəqil cümlə üzvü olmadığı üçün B bəndi səhvdir. İçəri girdi. Nə edir? Girir. Hara girir? İçəri. Kim? Nəbi. Nə zaman? Lütfəli bəy və Minsə belə oturub şirin söhbət eləyəndə dünən. Bunlar hamısı bir yerdə zəflik edəcəkdir. Deməli, ilk durğu işarəsini çıxarsaq, ikinci dərəcə üzvlərin sayı artacaqdır. Xeyr, burada ağam sözü də tərkibin daxilində gedəcəkdir. Ağam Lütfəli bəy.
Yenə də ikinci dərəcə üzlərin sayı artmayacaq. C bəndi səhvdir. Həmciz üzlər tabesizlik bağlayıcısı ilə bağlanıbdır. Burada həmciz üz yoxdur. D bəndi səhvdir. Fərqləndirilmiş sözlər həmciz üz deyil. Bəli, həmciz üz deyil. Sintaktik əlaqədə hər iki növ işlənibdir. Burada həm tabesizlik əlaqəsi var. Onsuz da cümlədə mütləq ki, tabelik əlaqəsi olur. Və fərqləndirilmiş sözlərdə həmciz üz deyil, əlavəli. Biri əlavənin tərkibində işlənib, biri də əlavədir. Ona görə E variantı testinin doğru cavabıdır. Biri əlavəsi olan cümlə üzvünün tərkibində işlənib, biri də cümlə üzvünün əlavəsidir. 41-ci testdən davam edirik. Verilmiş cümlələrə əsasən fikirləri müəyyənləşdirin. A bəndə baxaq. Y zərfinin əlavəsi işlənmişdir. Ya hamısına aid olan fikir, ya da ikisinə aid olan fikri seçməli. Yuxarı torpaqların əsası işğalı azad edildi. Azad edildi hara? Yuxarı torpaqların əsas hissəsi. İrəlidə ömrün bahar çağında bizi də xoş günlər gözləyir. Nə idi gözləyir? Nə zaman irəlidə, nə zaman ömrün bahar çağında. Deməli, bura göndərilərin hamısı aşağıda evin artırmasındadır. Haradadır? Aşağıdadır. Haradadır? Evin artırmasındadır. Burada da deməli xəbərin əlavəsi işlənibdir. Y zərfinin əlavəsi işlənibdir. Burada Y zərfinin əlavəsi işlənməyibdir. A variantı yanlış olacaqdır. Heç birinə getməyəcəkdir. Sonra B-yə baxaq. İsmi birləşmə əlavəsi işlənməyibdir. Üçündə də isim birləşmə əlavəsi yoxdur. Hamısına aid doğru cavabdır. Sonra C-yə baxaq. Yerli kağıda olan sözlər zərfinin müxtəlif məna növünün əlavəsidir. Yerli kağıda olan söz yuxarı torpaqların burada yoxdur. İrəlidə ömrün bahar çağı. İrəlidə sözündə dadə yerli kağıt şəkilçisidir. Amma o da zərfliyin müxtəlif məna növünün əlavəsi deyil. Burada evin aşağısındadır. Bu da xəbərin əlavəsi olacaqdır. Ona görə C bəndi ümumiyyətlə heç birinə getməyəcəkdir. Baş yüzün əlavəsi işlənmiş cümlədə əlavənin ifadə vasitəsi isim birləşmədir. D bəndi bura gedəcəkdir. Bir də bura gedəcəkdir. Deməli, ikisinə uyğun olduğu üçün 2-yə D gedəcək. E-yə baxaq. İsim birləşmə əsas tərəfin əlavəsi işlənmişdir. Burada da isim birləşmə əsas tərəfin əlavəsi heç bir cümlədə işlənmədiyi üçün E variantı yanlışdır. Testin doğru cavabı B bəndi olacaqdır. Hansı cümlədə həmciz cümlə üzvləri sayca birdən daha çoxdur? Deməli, həmin şəhərin kənarında daxmaya girdim, yerə sərilmiş köhnə cırılmış palazları görəndə kövrəldim. Nə etdim? Girdim, nə etdim? Kövrəldim. Burada ancaq həmciz xəbərlərdir. Yerə sərilmiş köhnə palazları görəndə, bunlar hamısı tərkibin daxilində gedir. Köhnə cırılmış sözlər. Burada həmciz söz deyil. Ona görə 1 yanlış olacaqdır. Deyəsən elə dünən çamadanla bağlamanı götürdü. Dünən çamadanla bağlamanı götürdü. Sonra da çölə çıxdı. Nə etdi? Çıxdı. Nə etdi? Götürdü. Nəyi götürdü? Bağlamanı, nəyi? Çamadanı. Deməli, burada artıq 2 cümlə üzvü həmciz olduğu üçün 2-ni götürəcəyik. 3-ə baxırıq. Ətrafa səpələnmiş paltarlar, dağılmış çamadanlar, cırılmış kitab vərəqləri axtarış edildiyini göstərirdi. Nə idi göstərirdi? Nəyi göstərirdi? Axtarış edildiyini nə? Deməli, kitab vərəqləri, hansı ki cırılmış kitablar, nə çamadanlar, hansı dağılmış, nə paltarlar, hansı səpilmiş, ətrafa səpilmiş. Və burada ancaq təyinlər ayrı-ayrı mübtədalar izah elədiyi üçün həmciz deyil. Burada ancaq mübtədalar həmciz olduğu üçün 3-ü götürə bilmərik. Sən də, Zahid də çox çalışdınız, amma heç bir fayda görmədiniz. Fayda görmədiniz, çalışdınız. Kim Zahid, kimsə mübtəda və xəbər həmcizdir. 4-ü götürdük. Bərdə nə gözəldir, necə qəşəkdir, yazda, qışıda, güldü, çiçəkdir. Deməli, gözəldir, qəşəkdir, xəbərlər, güldür, çiçəkdir, nə zaman, yazıda, qışıda. Deməli, burada həmciz xəbərlər və həmciz zərfliklər var. Ona görə 5 də doğru cavabdır. 2, 4, 5 E bəndi testinin doğru cavabıdır.
43-cü sualla davam edirik. Hansı cümlədə fərqləndirilmiş hissəni həm əlavə, həm də həmcis söz kimi düşünmək mümkündür? Noyabr ayının 15-də, yəni bu həftənin bazar günü burada ancaq əlavə kimi düşünəcəyik. Ona görə A variantı doğru cavab deyil. Deməli, isə həm əlavə, həm həmcis olmalıdır. Akif, qardaşım, səni düzgün şəkildə tərbiyə etmir. Burada Akifi xitab kimi düşünə bilərik. Bir də Akif, qardaşım, əlavə kimi düşünə bilərik. Həmcis söz kimi düşünə bilmərik. B bəndi səhvdir. Çünki həmcisi olsaydı Akif, qardaşım, səni düzgün şəkildə tərbiyə etmirlər olmalı idi. Etmirlər kim Akif, kim qardaşım. Etmir olduğu üçün burada həmcis söz ola bilməz. Yəqin ki, ayın 5-də çərşənbə günü onlar bizə də baş çəkəcəyik. Onlara biz də baş çəkəcəyik. Baş çəkəcəyik. Nə zaman ayın 5-də, nə zaman bir də çərşənbə günündə. Burada həmcis söz kimi, bir də ayın 5-i elə çərşənbə gününə düşür. Ayın 5-də yəni çərşənbə günündə əlavə kimi də işlənə bilər. C-ni doğru cavab kimi götürdük. D bəndində əlavə işlənə bilməz. Çünki əlavələr qoşu nöqtədən ayrılmır. Yuxarı həmçinin kəndin aşağısındakı ərazilər bələdiyyə məxsusdur. Deməli, burada da həmcis söz kimi düşünüləcəkdir, əlavə kimi düşünüləcək. E variantı da yanlışdır. 44 ilə davam edirik. Aşağıdakılar hansı həm ara söz, həm də ismi xəbər ifadə vasitəsi kimi işlənə bilsə də söz cümlə kimi işlənə bilmir. Görünür sözü ismi xəbərin ifadə vasitəsi kimi işlənmir. Deməli, yaxşıdır sözü ara söz kimi işlənə bilmir. Doğrudur sözü İsmi xəbərdə olur, ara sözdə olur, söz cümlə olmur. Çünki üzvlənən bir sözdür burada. Düzdür sözdə eyni qaydada ara söz kimi işlənir. İsmi xəbər kimi işlənir, amma söz cümlə olmur. Çünki söz cümlə olanda bu üzvlənməyən cümlədir də söz cümlə. Demək sözü də demək sözü də burada xəbər olması üçün dəyişməli deməkdir bu formada. Yəni bu formada xəbər ola bilmir. Ona görə 4 də doğru cavab kimi götürə bilmərik. 3, 5, yəni B bəndi testinin doğru cavabı. 45 ilə davam edirik. Demək, uyğunluğu müəyyənləşdirməliyik burada da. Bütün günü işləməkdə yumaq kimi əzgin, sənin kimi yorğun idim cümləsində həmcis səhvli işlənməyibdir. Yorğun idim, əzgin idim, necə yumaq kimi, necə yorğun idim, sənin kimi. Burada həmcis zəfli işlənməyibdir. Həmcis olan xəbərdir. Ona görə 1 doğrudur. 2-yə baxırıq. Həmcis üzlər və onların təyin edici ayrı sintaktik təhlil edilir. 2 də doğrudur. Həmcis üzlər və onların təyin edici, yəni həmcis üzlərin qarşısında olan o təyinlər ayrı təhlil olunacaqdır. Xitab ilə nəqli və sual cümlələri bitsə də əmr cümləsi bitə bilməz. Evə gəlin. Emil. Deməli, burada bu fikir yanlışdır. Əmr cümləsi də xitabla işlənə bilər. Deməli, əlavəli üzv ilə əlavə formaca fərqlənməlidir. Deməli, bu da yanlışdır. 5-ə baxırıq. Zahidin dostu Qulaməli sabah gələcək cümləsində əlavə ismi birləşmənin aslı tərəfinə aid deyil. Nə edəcək? Gələcək kim? Zahidin dostu kim? Qulaməli. Burada əlavə mübtədanın əlavəsi, isim birləşmənin aslı tərəfinin əlavəsi deyil. Fikir doğrudur. Deməli, doğru, yanlış, doğru olduğu üçün testin doğru cavabı A bəndidir. Hansı cümlədə əlavəli cümlə üzvü digərlərindən fərqlənir? Qapını döyən xanın qohumunu, itqapan gəndin əhli Novruzəlini tanımadım. Tanımadım kimi xanın qohumunu, Novruzəlini. Burada tamamlığın əlavəsi var. Kərəm mürşüdü, namərdi öldürmək istəsə də, öldürmək istədi. Kimi mürşüdü, kimi namərdi. Burada da deməli tamamlığın əlavəsi var. 46-nı ona görə burada götürə bilmərik. Niyə bunun üstünə xətt çəkdik ki? Birinci müəyyən edək sonra. Tamamlıq. Onsuz da xətt çəkiləcək, çünki fərqli olmadı. Zahid bugün 7-ci, sonuncu filmi də izlədi. Burada təyinin əlavəsi var. Təyinin. Baxaq, yayda imtahan verən uşaqları, qrupun çox bilmişlərini, burada da tamamlığın əlavəsi var. Onlar qədim Madridi, İspaniya ərazisinin, burada da tamamlığın əlavəsi var. E, D, B və A-da tamamlığın əlavəsi, C-də isə təyin əlavəsi olduğunu testin doğru cavabı C bəndi.
Səyyahlar hər yerdə oldular cümləsində nöqtələrin yerinə yazılanlarla bağlı cədvəldə uyğun fikirləri müəyyən etməliyik. Əmrlə demək olar, əmrlə demək olmaz. Sadalanan sözlər mürəkkəb feilin birinci tərəfinə aid olacaqdır. Bu fikir deməli səhvdir. Səyyahlar hər yerdə Bakıda, Şəkidə oldular. Var olmaq mənasında olduğu üçün olmaq sözü burada müstəqil şəkildə təhlil olunacaqdır. Əlavə olunan sözlərin əvvəlkində olmasa da sonuncuda hökmən hal şəkilçisi olmalıdır. Hər yerdə ümumiləşdirici sözdə yerli hal şəkilçisi varsa, deməli oradakı həmcis üzvlərin ən azı birində, yəni deməli ən azı sonuncusuda hal şəkilçisi mütləq olmalıdır. Ona görə testin doğru cavabı deməli burada bu hissədə 2-dir. Əmrli ilə demək olmaz fikrinə baxaq. Zərfliyin ifadə vasitəsi olan isim birləşmələr əlavə olunacaq. İsim birləşmə də ola bilər, söz də ola bilər. Səyyahlar hər yerdə Bakıda, Şəkidə bu isim birləşmə deyil. Ona görə bunu əmrli ilə deyə bilmərik. 3-ü götürdük. Ümumiləşdirici sözdə əlavə olunan sözlər xəbərlə eyni sintaktik əlaqədə olacaqdır. Ümumiləşdirici sözlə əlavə olunan sözlər xəbərlə eyni sintaktik əlaqədə olacaqdır. Bu doğru cavabdır. Əmrlə demək olar. Əmrlə demək olmazın altına işlənə bilməz. Ona görə 4-ü götürmürük. Testin doğru cavabı A bəndi 2-3. Neçə cümlədə ara sözün yazılışı deməli yanlışdır. Mənim fikrimcə də i burada bir də yanlışdır. i olmamalıdır. Sizin kimi insanlar doğur, u olmamalıdır burada. 2 səhvdir. Sözsüz ki, burada səhv yoxdur. Əvvəla olmalıdır. 4-də səhv var. Deyilənə görə də səhv yoxdur. 3 fikirdir. 3-ündə səhv var. Testin doğru cavabı C bəndidir. Cədvəl əsasən uyğun variantı müəyyən etməliyik. Dünənki kursun sınağındakı sualları işləyəndə imtahanı xatırladım. Nə etdim? Xatırladım. Nəyi imtahanı? Nə zaman? Dünənki kursun sınağındakı sualları işləyəndə zəfli olacaqdır. Deməli, müəllimin tapşırıqlarından ikisini çalışmalar və sınaqları etməmişdim. Nəyi sınaqları, nəyi çalışmaları? Müəllimin tapşırıqlarından ikisini. Deməli, burada baxaq görək. Təyin əlavəsi işlənmiş cümlədə burada təyin əlavəsi yoxdur. Bir yanlışdır. Gördük ki, o hamısı bir səhvlik getdi. Əlavənin ifadə vasitəsi ismi birləşmədir. Cümlə üzvünün əlavəsi işlənməyibdir. Əlavənin kursun sınağındakı sualları işləyəndə əlavənin ifadə vasitəsi ismi birləşmə deyil. Deməli, dünənki kursun sınağındakı sualları, daha doğrusu əlavənin ifadə vasitəsi isim birləşmədir. Kursun sınağındakı isim birləşmədir. Cümlə üzvünün əlavəsi işlənməyibdir. Burada feili bağlama tərkibinin asıl tərəfinin əlavəsi işlənib. 2-ni doğru cavab kimi götürdük. Həmciz tamamlıqlar və ona aid ümumiləşdirici söz işlənibdir. 3 doğrudur. 4-ə baxırıq. Həmciz tamamlıqlar işlənməyibdir. 4 yanlışdır, işlənibdir. 5-ə baxırıq. Təsirli halda olan isim müstəqil cümlə üzvüdür. Sintaktik əlaqədə yalnız aslı tərəfdir. Burada imtahanı sözü tamamlıqdır, müstəqil cümlə üzvüdür, aslı tərəfdir. Burada da yenə də tamamlıqlardır. Təsirli halda olan söz aslı tərəfdir. 5 doğru cavab olacaqdır. Cümləyə yəni bağlayıcısı artırılsa, həmcis üzlərin bağlayıcısı kimi işlənəcək. Birinci cümlədə ümumiyyətlə həmcis üzü yoxdur. Ona görə 6 ən azından birinci cümləyə uyğun gəlmədiyi üçün yanlışdır. Testin doğru cavabı 2, 3, 5. Deməli, 50-ci testə baxırıq. Deyir, yaz günəşi də qulluqçu olduğu bağçanın gözəl ağacları və ətirli gülləri də qaranlığa bürünmüşdür. Cümləsinə əsasən doğru fikri müəyyənləşdirin. Tabisi əlaqəsi işlənmiş cümlədə əlavə işlənməyibdir. Qulluqçu olduğu bağçanın gözəl ağacları və ətirli gülləri də qaranlığa bürünmüşdü. Nə etmişdi? Bürünmüşdü. Nə yaz günəşi, nə bağçanın ağacları, nə gülləri, hansı gülə ətri qulluqçu olduğu bağça təyindir. Nəyə bürünmüşdü? Qaranlığa. Deməli, tabisi əlaqəsi işlənibdir. Cümlə əlavə işlənməyibdir. 1 doğrudur. 2-yə baxırıq. Yönlük halda olan söz tamamlığın ifadə vasitəsidir. Qaranlığa sözü tamamlığın ifadə vasitəsidir. 2 doğrudur. 3-ə baxırıq. Həmcis mübtədala işlənmiş cümlədə qeyri
Həmzə təyinlər işlənməmişdir. Qeyri-həmzə təyinlər yoxdur. Həmzəsiz mübtədalar işlənibdir. 3 doğrudur. 4-ə baxırıq. İsim birləşmənin əsas tərəfi sadalama intonasiyası ilə deyilir. Həmzəsiz cümlə üzvü deyil. Baxaq görək. Yaz günəşi qulluqçu olduğu bağçanın gözəl ağacları və gülləri. Bağçanın ağacları əsas tərəf və gülləri həmzisdir. Burada deyir ki, əsas tərəf sadalama intonasiyası deyil, həmzəsiz cümlə üzvü deyil. 4 yanlışdır, həmzəsiz cümlə üzvüdür. Cümlədə xəbərə əlavə işlədilsə, məsdərlə ifadə olunsa da fe'li sifətlə ifadə olmayacaqdır. Deməli, burada əlavə bürünmüşdür. Fe'li xəbərdir. Fe'li xəbərə məsdər və deməli fe'li sifətə aid olan əlavə artırıla bilməz. Ona görə, çünki məsdər və fe'li sifət isim xəbərin ifadə vasitəsidir. Və yaxud da məsdər əlavə olunsa da fe'li sifət də əlavə oluna bilər. Bunlar bu baxımdan eyni hüquqludur. Ona görə 5 də yanlışdır. Testin doğru cavabı 1, 2, 3 D bəndidir. Yalan ola bilsin bir problemi həll edər, amma özü ilə 100 problem gətirər. Nə edər, gətirər, həll edər, nə yalan, nəyə həll edər, problemi, nə gətirər, problem gətirər, nə qədər 100 problem, kim ilə, özü ilə. Deməli, 51-ci testə baxırıq. Fikrə münasibət ifadə edən nümunə söz birləşməsi şəklindədir. Ola bilsin cümlə şəklindədir, söz birləşməsi şəklində deyil. Həmciz mübtəda işlənib, ara söz güman şübhə məzmunu ifadə eləyir. Həmciz mübtəda yoxdur, B bəndi səhvdir. Ara söz cümlədəki üzvlərlə heç bir əlaqədə deyil, C də səhvdir, məna cəhətdən əlaqədə olur. Təyin əlavəsi işlənsə, əlamət və keyfiyyət məzmunu sözlə ifadə olunacaqdır. Təyinin əlavəsi işlənsə, yalan ola bilsin ki, problemi həll edir, amma özü ilə 100 problem gətirəcək. Xeyr, keyfiyyət və məzmunu sözlə ifadə olunmayacaq, sayla ifadə olunacaq. Ona görə D bəndi səhvdir. Eyni halda olan tamamlıqlar eyni suala cavab vermirlər, həmciz deyirlər. Özü ilə 100 problem sözü, bir də burada problemi. Problemi burada təsirlik haldadır, problem də təsirlik haldadır. Biri nəyə suala cavab verir, biri nə suala cavab verir. Eyni halda olan tamamlıqlar eyni suala cavab vermirlər, düzdür. Həmciz deyirlər, ayrı-ayrı xəbərləri qarşısına gəldiyi üçün, aid olduğu üçün həmciz olmayacaqdır. Ona görə E variantı doğru cavabdır. Zərfliyin əlavəsi işlənmiş cümləni müəyyən etməliyik. Bunlar bizim şəhərə, Bakıya məxsusdur. Deməli, burada şəhərə məxsusdur, Bakıya məxsusdur xəbərin əlavəsi var. Muzeydə öz adını indiyədək 2022-ci ilə qədər qoruyan müxtəlif quruluşlu ekspantlar var. Nə var? Ekspantlar necə müxtəlif quruluşda, necə indiyədək 2020-yə qədər deməli qoruyan, öz adını indiyədək 2020-ciyə qədər qoruyan. Burada deməli fe'li sifət tərkibinin aslı tərəfinin əlavəsi var. İşdən qayıdan Vüsal çox yorğun idi. Burada əlavə yoxdur. Uşaqların arzusu qatarla Parisə, arzularının şəhərinə səyahət etmək idi. Parisə arzularının şəhərinə səyahət etmək idi. Bu məsdər tərkibinin aslı tərəfinin əlavəsi var. O da mövzunu sənin kimi gözlənilmədən cavabladı. Necə cavablandı? Sənin kimi necə gözlənilmədən? Testin doğru cavabı 52-də E bəndidir. 53-cü testlə davam edir. Cədvələ əsasında uyğun fikri müəyyənləşdirin. Xəbər işlənmişdir. Burada 1-ə D yazsaq, C bəndini gəlin yoxlayaq. Deməli, millətlərə hürriyyətdir, istiqlaldır şüarımız, azadlığı, səadəti qorumaqdır qərarımız. E-də deyir ki, yalnız bir cümlə üzvü həmcizdir, mübtədalar isimlə ifadə olmuşdur. Hürriyyətdir, istiqlaldır, nə şüarımız, kimə, millətlərə, azadlığı, sədaqəti qorumaqdır qərarımız. Deməli, azadlığı, sədaqəti qorumaqdır, nə, deməli, qərarımız. Deməli, bir cümlə üzvü həmcizdir burada, ancaq xəbər həmcizdir, ona görə E doğru olacaqdır. Və mübtədalar isimlə ifadə olunubdur, şüarımız, qərarımız. F-ə baxırıq, xəbərlərdən biri sərbəst söz birləşməsi ilə ifadə olunub, əlavə işlənməmişdir. Əlavə yoxdur, burada da deməli, millətlərə hürriyyətdir, istiqlaldır şüarımız, azadlığı, sədaqəti qorumaqdır qərarımız.
Azadlıq, sədaqəti qorumaq sərbəst söz birləşməsidir. Və bu da əlavə işləməyibdir. 1-ə D yazanda EF doğrudur. Ona görə C bəndi doğrudur. 1-ə D yazanda gəlin C-yə baxalım. Tamamlığın həmcis olduğu bu cümlədə tamamlıq həmcis deyil. Ona görə 1D olanda C variantı yanlışdır. 1D olanda C variantı yanlış olduğu üçün E variantı da doğru deyil. 1B olanda deməli A-ya baxağın. Deyir, həmcis xəbərlər işlənmiş nümunədə xəbərin ifadə vasitəsi məzdər tərkibidir. Bizim vəzifəmiz onun kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası haqqında fikir formalaşdırmaqdır. Deməli, inkişaf strategiyası haqqında fikir formalaşdırmaqdır. Nə bizim vəzifəmiz deyil, qılınclamaq deyil. Onun nə deyil? Deməli, onun kölgəsini qılınclamaq deyil. Deməli, burada nə deyir? Həmcis xəbərlər işlənmiş nümunədə xəbərin ifadə vasitəsi məzdər tərkibidir. Aha, A uyğun gəlsə F-ə baxağın. Xəbərlərdən biri sərbəst söz birləşməsi ilə ifadə olunub, əlavə işlənməmişdir. Deməli, onun kölgəsini qılınclamaq və inkişaf strategiyası formalaşdırmaqdır. Burada biz baxsaq, F variantı yanlış olacaq. Çünki xəbərlərdən biri yox, ikisi də sərbəst söz birləşməsidir. İnkişaf strategiyası haqqında formalaşdırmaq, bir də kölgəsini qılınclamaq frazeoloji birləşmədir, amma onun sözü də bura əlavə olunduğu üçün biz buna iki sözdən ibarət olduğu üçün fe'li birləşmə deyəcək. Ona görə bir B olanda F variantı doğru deyil. Ona görə B və D variantı ikisi də yanlışdır. Hansı fikir yalnız cədvəlin sol xanasına yazıla bilər? Yəni, yalnız xitaba aid olan doğru cavabın işləndiyi variantı müəyyənləşdirməliyik. Aha. Söz birləşməsi formasında ola bilən bu nümunə sintetik əlaqədə aslı tərəf olmur. Bu hər ikisinə aiddir. Ona görə A-nı götürə bilmərik. Zərfli işlənmiş nümunədə işlənərək cümləyə təsdiq məzmunu verə bilir. Ara sözə aid olacaqdır. İfadə vasitəsi fe'li birləşmə olsa, əsas tərəfi fe'li bağlama kimi işlənməz, lakin məzdər ola bilər. Məzdər xitab kimi işlənə bilməz, C bəndi sol xanaya yazıla bilməz. Fe'li bağlama tərkibi ifadə oluna bilmir. Hər ikisinə aiddir. İfadə vasitəsi əsas niksiyası olan sözlər ola bilər. Bəli, xitab əsas niksiyası ilə ifadə olunur, amma ara sözlər əsas niksiyası ilə ifadə olunmur. Ya modal sözlə ifadə olunur, ya da söz birləşməsi şəklində olan ara sözlər olacaqdır. Ona görə E variantı yalnız xitaba aid olacaqdır. Hansı cümlədə fərqləndirilmiş hissəni ara söz kimi düşünmək mümkündür? Aha. Deyir, gələnlərin heç biri mənim fikrimcə sizi dinləmir. Burada mənim fikrimcə ara sözdür. Burada deyir, düşünmək mümkündür. Yəni, ola da bilər, olmaya da bilər. Yəni, sınağın nəticəsi sənin çalışmağına görə yaxşı oldu. B bəndə mümkün deyil. Belə sualları ümumiyyətlə son zamanlar çoxalıbdır. Burada da ara söz kimi düşünəcəyi ancaq ötən filmin rejissoru səncə bacarıqlı deyil, sən qədər bacarıqlı deyil, əvəzi üstə gəlsin qoşma kimi düşünə bilərik. Hər iki tərəfindən vergül qoysaq, ara söz kimi düşünəcək. D bəndi doğru cavab olacaqdır. Şübhəsiz ki, əvvəlki dövrün əsərlərini düzü heç kim oxumağa cürət etməyib. Düzü sözü burada bütün anlarda ara söz kimi işlənəcəkdir. Bizə elə bir burada cümlə lazım idi ki, mümkündür. Yəni, işlənə də bilsin, işlənməyə də bilsin. 56 ilə davam edirik. Həmcis xitablar işləndiyi nümunəni müəyyən edin. Xitablar əgər eyni şəxsə müraciət olunursa, orada xitab əlavəli olacaqdır. Müxtəlif şəxslərə müraciət olunursa, müxtəlif obyektlərə müraciət varsa, orada əlavəli yox, həmcis olacaq xitablar. Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan burada A bəndində yoxdur. Tarixə qurban olun, tarixinə qurban bu can, odlar yurdum, Azərbaycan eyni obyekt, ikisində də Azərbaycan nəzərdə tutulubdur. B əlavəlidir. Zəfər günü mübarək, anam Azərbaycanım, zəfər günü mübarək, canım Azərbaycanım. Burada söhbət yenə də Azərbaycandan getdiyi üçün
həmcis deyil. Hər ikisində gözün aydın qoca qartal Azərbaycan, gözün aydın ana vətən, nəhayət ki sən azadsan. Burada ana vətən Azərbaycan ikisi də eyni obyekt olacaqdır. Sevin, ey çöl, ey orman. Burada çölə müraciət olunub, burada da ormana müraciət olunub. Ayrı-ayrı şəxslərə müraciət olunduğu üçün E variantındakı deməli xitablar həmcis olacaqdır. 57 ilə davam edirik. Cümlədə xitab və mübtəda işlənibsə, ehtimaldır, faktdır. Həmin cümlədə vergül işarəsinin istifadə olunubdur. Bu ehtimaldır. Xitabda nida da ola bilər. Mübtədada da vergül ola da bilər, olmaya da bilər. Ona görə bir ehtimaldır. Həmin cümlədə həm haqqında danışılan, həm də müraciət olunan sintaktik fiqur işlənib. Bu faktdır, ona görə 2-ni götürmürük. Həmin cümlədə məzmuna görə 3-cü şəxsə işlənən ifadə işlənibdir. Deməli 3 deməli fakt olmayacaqdır. Ona görə 3-ü doğru cavab kimi götürə bilmərik. Həmin cümlədə söz və söz birləşməsi ifadə olunmuş sintaktik vəzifə daşıyan ifadə işlənibdir. Bəli, ya söz olmalıdır, ya söz birləşməsi olmalıdır. Mübtədanın da, xitabın da sintaktik vəzifəsi olduğu üçün 4 fakt olacaq. 1-4 B bəndi testinin doğru cavabıdır. 58-ci testdə nəzər salaq. Biraz vaxt aparan testdir bu. Uyğunsuzluq istəyir bizdən burada. Deməli, Cumanın dediyinə və özünün də ağıllı kəsdiyinə görə ara sözdür. Bu çox gərəkli məlumat. Bu çox gərəkli məlumat uşaqların gələcəyi haqqında idi. Gərəkli məlumat idi, uşaqların gələcəyi haqqında idi. Deməli, burada xəbərin əlavəsi var. Nə bu, necə məlumat idi? Gərəkli məlumat idi. Ağa Muxtar, dostum, məncə dağların döşündə səfalı rahat istirahət evləri turistlər üçün məkanlar tikiləcəkdir. Necə tikiləcək? Nə istirahət evləri turistlər üçün məkanlar. Deməli, necə istirahət evləri? Rahat, necə səfalı, harada? Dağların döşündə. İndi bir də deyir ki, əlavəli üz işlənib. Qrammatik cəhətdən cümlə üzrə əlaqəyə girməyən sözlər işlənibdir. Deməli, əlavəli üzü işlənibdir, düzdür. Qrammatik cəhətdən cümlə üzvlərinə deməli, burada da ara sözlər var. Burada da mübtəda və deməli, xitab və ara söz var. Ona görə bir ortaya getməlidir. Uyğunsuz olacaqdır. Bizdə uyğunsuz lazımdır. Biri götürdük. Həmcis üzvlərdən yalnız biri söz birləşməsi ilə ifadə olunubdur. Birinci cümlədə həmcis üz yoxdur. Ona görə 2 yanlışdır. 2-ni də götürdük. 3-ə baxırıq. Nümunədə 2 əlavə işlənsə də yalnız bir cümlə üzrə əlavəli işlənibdir. Deməli, burada Ağa Muxtar, dostum, xitabın əlavəsi var. Bir də xəbərin əlavəsi var. 2 əlavə işlənib, amma yalnız yalnız bir cümlə üzrə, yəni xəbərin əlavəsi işlənibdir. 3 doğru deyəni götürmürük. Sintaktik fiqurlardan yalnız, deməli bunu götürməyəcək. Sintaktik fiqurlardan yalnız zəflik və mübtəda söz birləşməsi ilə ifadə olunubdur. 4 zəflik və mübtəda. Dağların döşündə zəflikdir, istirahət evləri zəflikdir, mübtədadır. 4 doğrudur, ona görə götürmürük. B-yə 5-ə baxırıq. Həmcis zəfliklə işlənib, xəbər sadə isimlə ifadə olunubdur. Həmcis zəfliklər burada işlənməyibdir. Ona görə 5 uyğunsuzdur. Bizə də elə uyğunsuz cavab lazımdır. Əlavənin də işləndiyi cümlədə danışanın ifadə etdiyi fikrə münasibət bildirən ifadələr də işlənibdir. Əlavə işlənib hər ikisində də ara söz işlənibdir. Ona görə 6 ortaya gedibdir, uyğunsuz deyil. Ona görə bunu götürə bilmərik. Doğru cavab A variantı 1, 2, 5-dir. Tamamlığın əlavəsi işlənən cümləni seçin. Deməli, məktəbdən qayıdandan sonra Ağa Səlimi mənim ən yaxın dostumu görüb çox sevindim. Niyə, nə üçün? Ağa Səlimi mənim ən yaxın dostumu görüb. Burada fe'li bağlama tərkibinin asıl tərəfinin əlavəsi var. Sonra B-yə baxaq. Dünən uşaqlara, balaca fidanlara yardım edənləri görəndə, burada da fe'li bağlama tərkibinin asıl tərəfinin əlavəsi olacaqdır.
Turistlər qədim Azərbaycan torpaqlarına, odlar yurdunu qarış-qarış gəzdilər. Haranı? Azərbaycan torpaqlarını, odlar yurdunu, C bəndini doğru cavab kimi götürə bilərik. Tamamlanan əlavəsi işlənib. Anam və bacım yaxınlar üçün hədiyyə aldım. Nə etdim? Aldım. Kim üçün? Anam. Deməli, kimə aldım? Deməli, nə aldım? Hədiyyə aldım. Kim üçün? Anam və bacım üçün, yaxınlarım üçün. Deməli, burada əlavə yox. Deməli, həmcis üzlər işlənibdir. Deməli, anam üçün hədiyyə aldım. Kim üçün? Anam üçün. Kim üçün? Bacım üçün. Kim üçün? Yaxınlarım üçün. Burada yaxınlarım üçün də ümumiləşdirici sözdür. Ona görə D-ni götürə bilmərik. Müəllim 25-ci test, yəni sonuncu testi izah edəndə burada da yenə fe'li bağlamanın asıl tərəfinin əlavəsi olacaqdır. E variantı da doğru deyil. 60 ilə davam edirik. Nümunə ilə bağlı doğru cavabları müəyyənləşdirməliyik. Qayıqçı, məni də apar dənizə, oturaq səninlə biraz üz-üzə. Bir günəş, bir dəniz, bir səma olsun, sularda uzanan kölgəmiz olsun. Nümunədə məna cəhddən, deməli, digər cümlə üzvləri ilə əlaqədə olmayan sözün də sintaktik vəzifəsi var. Məna cəhətdən digər cümlə üzvləri ilə əlaqədə olmayan söz yoxdur. Söhbət xitabdan gedirsə, o xitab da digər cümlə üzvlərinə məna cəhətdən əlaqədə olur. Ona görə A bəndi səhvdir. Fərqlənilən sözlər bərabər hüquqludur. Dəniz, günəş, səma bərabər hüquqludur, amma kölgəmiz başqa xəbərə aid olduğu üçün digərlərinə bərabər hüquqlu deyil. B bəndi səhvdir. Adlı halda olan sözlər mübtədanın ifadə vasitəsidir. Qayıtçı sözdür, adlı halda, amma xitabdır. Ona görə C-ni götürmürük. Cümlədə yalnız mübtəda həmzislik təşkil edir. Bütün cümlə üzvləri işlənibdir. Deməli, baxaq görək. Nə apar, hara apar, dənizə apar, kimi, məni, tamamlıq, zərflik, mübtəda xəbər var. Deməli, bir günəş, bir dəniz, səma olsun, sularda uzanan, kölgə olsun, nə kölgəmiz, sularda uzanan. Necə kölgəmiz? Sularda uzanan. Hamısı iştirak eləyibdir cümlə üzvlərinin və yalnız mübtəda həmzisi təşkil edir. D bəndi doğrudur. Cümlə üzvlərinin hamısı nitq hissəsi ilə ifadə olunub, səhvdir. Sularda uzanan söz birləşməsidir. Ona görə E bəndini götürə bilmərik. 61-ci testə baxırıq. Nümunə ilə bağlı yanlış fikri müəyyənləşdirin. Yayın günəşi bol, günləri uzun, dağ-daş əkindir bütün kolxozun. Dağ-daş əkinidir bütün kolxozun. Kənd yaman axışıb biçinə bu il. Deyir, nümunədə bərabərlikdə cümlə üzvlərindən istifadə olunmayıb, söz birləşməsi ilə ifadə olunan ikinci dərəcəli üz işlənibdir. Yayın günəşi bol, günləri uzundur. Boldur, uzundur. Deməli, nə boldur? Yayın günəşi, nə uzundur? Günləri. Deməli, bərabərlikdə cümlə üzvlərinin istifadə olunmayıb, söz birləşməsi ifadə olunan ikinci dərəcəli üz işlənibdir. Dağ-daş əkindir bütün kolxozun, kənd yaman axışıb biçinə bu il. Nə edibdir? Axışıbdır, kənd, yaman, nə zaman, bu il, nəyə, biçinə. Deməli, əkindir, hara, dağ-daş, deməli, burada kolxozun daş, bütün kolxozun dağ-daş əkinidir. Burada kolxozun əkinidir. Burada hamısı bir yerdə xəbər gedəcəkdir. Hansı kolxozun? Bütün kolxozun. Deməli, söz birləşməsi ifadə olunan ikinci dərəcəli cümlə üzvü burada işlənməyibdir. Ona görə A variantı yanlışdır. Bütün cümlə üzvləri işlənməyib, xəbərin hamısı ismi xəbər deyil. Mübtəda var, təyin var, tamamlıq var, zərflik var. Hamısı işlənib, B bəndi səhvdir. Əvəzlik cümlə üzvünün ifadə vasitəsidir. Burada əvəzlik cümlə üzvünün ifadə vasitəsidir. Bütün cümlə üzvləri işlənməyib, xəbərin hamısı ismi xəbərli deyil. Bircə dəqiqə B bəndinə baxaq. Deməli, mübtəda var, xəbər var. Kolxozun kənd yaman axışıb biçinə bu il. Deməli, bütün cümlə üzvləri işlənməyib, xəbərlərin hamısı ismi xəbərli deyil. Axışıb fe'li xəbərlidir.
Bütün cümlə üzvləri məncə burada var, işlənibdir. Burada tamamlıq yoxdur. Hara axışıb, biçinə axışıbdır. Yəni biçin yerinə axışıbdır. Ona görə B bəndi doğrudur, götürə bilmərik. Əvəzlik cümlə üzrün ifadə vasitəsidir. Bütün sözü təyindir, götürdü. Fe'li birləşmə işlənməyib, ismi birləşmələrdən biri xəbərin ifadə vasitəsidir. Kolxozun əkini düzdür. Fe'li birləşmədə işlənməyibdir. Mürəkkəb cümlə üzvləri kəmiyyətcə üstünlük təşkil etmir. Bəli, burada əsasən sadə cümlə üzvləri kəmiyyətcə üstünlük təşkil edir. Və 62-ci suala diqqət eləyək. Deməli, həmin hadisədən babamı kənddə bələdiyyə sədri seçəndən sonra mən yuxarı kəndin adamları, həm bizim məktəbin müəllimləri, həm də qonşu kəndin ziyalıları bir sözlə demək qədir bilənlər kənddəki dəyişiklikləri yüksək dəyərləndirirlər. Deyək, ümumiləşdirici söz birləşməsi ifadə olmuş həmcins mübtədalara aiddir. Demək, qədir bilənlər burada ümumiləşdirici sözdür. Deməli, dəyərləndirdilər kim? Kəndin adamları, bizim məktəbin müəllimləri, qonşu kəndin ziyalıları. Kəndin ziyalıları. Bir doğru olacaq, ona görə götürmürük. Əlavə fe'li birləşmənin aslı tərəfinə aiddir. Həmin hadisədən sonra babam kəndə bələdiyyə sədri seçəndən sonra bu fikir yanlışdır. Əlavə burada zərfliyin əlavəsidir. Mübtədaların hər birinə aid təyin işlənibdir. Yuxarı düzdür. Bizim məktəbin, burada bizim sözü ayrı təyin olunacaqdır. Məktəbin müəllimləri, hansı məktəbin bizim, kəndin ziyalı, hansı kəndin qonşu. Burada qədir bilənlər də mübtədadır. Ona aid xüsusi təyin olmadığı üçün, ayrıca təyin olmadığı üçün 3 də yanlışdır. Ümumiləşdirici söz həm sifətin, həm də fe'lin xüsusiyyətlərini daşıyan sözdür. Ümumiləşdirici söz burada sifətdir, fe'li sifət deyil. Ona görə 4 yanlışdır. Bütün cümlə üzvləri işlənib, əvəzlər təyinin ifadə vasitəsidir. Bütün cümlə üzvləri işlənibdir, düzdür. Əvəzlik burada hanı əvəzlik? Hardadır əvəzlik? Deməli, hadisədən sonra, hansı hadisədən sonra? Həmin hadisədən sonra təyin ifadə vasitəsidir. Yuxarı kəndin adamlar, bizim sözdə təyin ifadə vasitəsi, ona görə 5 də doğrudur, götürmürük. Yanlış fikirlərin sayını istədiyi üçün burada doğru cavab C bəndi olacaqdır. 2, 3, 4 də yanlışdır. Bu həmcins sözlər və əlavələrə aid deməli yaşıl üzdən testin izahı idi. Növbəti dərslərdə inşallah görüşərik. Kanalıma abunə olub rəy bildirməyi unutmayın. Sizin üçün faydalı oldusa videonu da paylaşın. Salamat qalın.